Elə. Ne o? Necə keçdi əsgəri? Döyündü. Sakitdir, elə oxşuyur. Hoş geldin əsgərdə nə var, nə yox? Hoş gəlmisiniz. Sağ ol, sağ ol. Sən Mahmud əmin oğlu deyilsən. Bəli. Necəsən? Mahmud əmin necə? Sağ ol, yaxşıdır. Çox sağ ol. Abbas, Mahmud əmin oğlu da Hə. əsgərdə idi, dünən gəldi. Sən bizə de görüm yeməyə nəyin var? Qardaş, xoş gəlmisən. Əcəb yeri gəlmisən. Yeməyə kebablardan lüllə tikə, bizdə balıq var. Ha. Deyək, qazan xörəklərimiz var. Nə yeyir? Kebab ye. Kebab, qazan xörəklərinin içində gəlir. Qarışıq yoxsa? Hə, qarışıq kebab gətir bizə. İsməyə. Spirtli deyirəm. Araq. Ara. Onu soruşarlar. Baş üstə bu dəqiqə hazır gəlir. Yaxşı, mənə də görüm. Darıxmışdı bizim yeməklər üçün əsgərlikdə. Yoxsa yirdin orada kebabdan zaten. Kebab nə gəzir? Ha, kebabı da gəzir. Əsgərlikdə elə olmalı da. Abbas! Abbas! Hə, Arda kaldın be. indi gəldi. Atam abi. Ata indi getdi. Dedi bir saata gəlir. Yaxşı. Sen bilirsen da. Sabah ben konaklarım olmasa 20-25 var. Tableti hazırlayarsın. Bilirəm, narahat olma. Ha. Qanacağın budur sənin. Nə olub ki? O olub ki, içəri girirsən Allahın bir salamını da vermirsən. Özün də anqırırsan eşşək kimi. Ben angırmıram. Yaxşı. Get, sənlə sonra danışaram. Yoxsa yadından çıxıb ha. Kim deyə bu? Hümmətin oğludur da. Yadıma gəlmir. Burnu fıttıqlı gədə idi. Böyüyüb, qudurub çapay oldu. Çoxdan yığmışım ha bundan. Keçən dəfə də məhəlləmizdən keçəndə maşınla önə keçdi ki, hamını toza bastı. Qaydanda saxlatdım. Öldürəcəkdim bu küçüyü. Bu da bu. Qoymadı. Neyimi? Dayın oğlu qismətin dostudur. Qoyaydım, öldürəydi. Deyirəm, necə anqırıb tapırlar evi. Yəni, qismət də bunun kimi əziz lafdır. Adam heç istəmir bura gəlsin. O Hümmətin bu yemək xanasında nədirsən tapılar da. Köpək oğlu işlənə bilir də.